2016-cı il aprel döyüşləri Azərbaycan ordusunun qüdrətini bütün dünyaya sübut etdi. Ümumilli liderimizin davamçısı olan hörmətli prezidentimiz İlham Əliyevin yeritdiyi müdrik siyasət artıq bu prosesin torpaqlarımıza qayıdışın əsasını qoymuşdur. Prezident İlham Əliyevin Kiçik Mərcanlının bərpası üçün büdcədən vəsait ayırması, işğaldan azad olunmuş bu kiçik vətən torpağında abadlıq işlərinin başlanması buna sübutdur. Silahlı birləşmələri tərəfindən işğal edilir. İşğal nəticəsində mindən çox insan öz doğma ata-baba yurdundan didərgin düşür. 1994-cü ilin yanvar ayında Horadiz əməliyyatı zamanı Ermənistan silahlı birləşmələri Cocuq-Mərcanlı kəndinin bir hissəsini də tərk edir. Buna baxmayaraq kənd ərazisindəki yüksəklikdə Ermənistan silahlı birləşmələrinin nəzarətində olduğundan bu kənddə yaşayış mümkün olmur. Aprel döyüşləri zamanı isə məşhur Lələtəpə adlanan yüksəkliyin Azərbaycanın nəzarətinə keçməsi kəndin tamamilə işğaldan azad olunmasını başa çatdırır. 24 illik işğal nəticəsində 220 evlik Cocuq-Mərcanlı xarabalığa çevrilir. İşğaldan azad olunmuş Cocuq-Mərcanlının minalardan təmizlənməsi prosesinə də başlanıb. Təmizləmə əməliyyatına ANAMA-nın xeyli sayda canlı qüvvəsi və texnikası cəlb olunub. Minaların aşkarlanması üçün xüsusi təlim görmüş itlərdən də istifadə edilir. Burada iki həftədir ki, ikinci həftədir ki, əməliyyatlar gedir. Yəni işğaldan, Lələtəpə yüksəli işğaldan azad olunduqdan sonra iki həftədir ki, biz burada təmizləmə işlərini başlamışıq. 260 günlük ərazi, kəndəkər üçün şəhərlərin bərpa agentliyi burada tikinti aparacaq. İlkin mərhələdə 100 min kvadrat metr ərazi təmizlənəcək. Dövlət başçısının sərəncamı ilə təmizləmə prosesi başa çatdıqdan sonra kəndin bərpası ilə bağlı işlərə başlanacaq. Birinci mərhələdə 50 fərdi yaşayış evi, məktəb binası və infrastrukturun tikilib başa çatdırılması planlaşdırılır. Kəndin bərpası üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyac fondundan ilkin olaraq 4 milyon manat vəsait ayrılıb. Əsasını ulu öndərimizin qoyduğu müdrik siyasətin davamçısı olan hörmətli prezidentimizin yolu ən düzgün yoldur. Çünki bu yol bizi Qarabağımıza aparan yoldur. Biz əminik ki, Qarabağımıza böyük qayıdış məhz Kiçik Mərcanlıdan keçən yoldan başlanacaq. Ömrümüzün ateş var, göz var, qələbənin
alındı. Gördünüz ki ne kadar olan narahat olur. Yani ona göre bazı şeylerden keçəsi oldu, göstermedik. Ve bugün ben çıkışımın evvelinde de qeyd edelim ki bizim tədbir Suraxanı rayonu icra hakimiyyətindən müştərək hazırlanmış tədbirdir. Ve bugün icra hakimiyyətini temsil edən Rəşid müəllim burada iştirak edir. Rəşid müəllim, sizin sözlərinizi eşitmək istəyərdik. Tabii ki her hansı bir tədbirə gedəndə biz müəyyən bir çıxış hazırlayırıq özümüz üçün Qanis bəy. Mən də hazırladım ve burada onu koydum qırağa. Ona göre ki burada Xocalı faciası hakkında çok şey değildir. Her şey değilmese çok şey değildir. Ve bir netice çıkarmak olar ki bizim başımıza bu müsibətlər niye gelir? Bak, esas mənanı mən bunda görürəm ki bizim başımıza gelen bu belaların hamısı bizim unutkan olmağımızdandır. Müəyyən bir şey oldu, bəli, bağışlayaq, Allah səbir versin. Ne bileyim vesaire vesaire, sonra bizim atalar meselelerine çevrilip ve bizim uduzmaq psikolojiyamızı yaradıbdır. Bak, mən əsas səbəb olduğuna görürəm. O vaxt ordunun olmamasında səbəb budur, bizim orduda gedib xilebariz, yani çörək doğrayan, odun daşıyan, stroybata getməyimizin səbəbi də budur və s. unutkanlıq. Ve bugün o unutkanlığı aradan götürmək üçün bizim tarix müəllimlərinin üstünə, məktəbin üstünə böyük yük düşür. Yani bizim tariximizi bu dəqiqə çok adamdan soruşsan ki son 200-250 ildə Azərbaycan torpaqlarını bölmək üçün Rusya İranla neçədən müharibə eləyibdi? Çok adam bunu bilmir. Ve bugün niye biz vaktiyle Babəkin, Böyük Cavanşirin orduları olan, böyük bir Xətayin ordusu olan Azərbaycan niye 20. əsrin əvvəlində, 19. əsrin sonlarında özünü müdafiə edə bilmədi? Niye ordusu olmadı? Bak bu sebeplerin hamısı məktəbin üstüne düşür, məktəb hazırlayır. Ben məktəb direktoruna, Gülşən xanıma, məktəb kollektivinə, burada əmək keçən bütün uşaqlara, bütün hamınıza minnətlarımı bildirirəm. Rayon İcra Hakimiyyəti adından ki, bu tədbiri hazırlamışsınız. Bu tədbiri bugün bir təbliğat vasitəsi kimi, yani biz dərdimizi təzələmək kimi gösterirsiniz. Ve bu buranın bir şuarı olmalıdır ki Allah bize səbir verməsin. Ve bizim qüdrətimiz var. 90-cı illərdə indi ben burada baktıkta bu tarihi 92. ildə bundan 10 gün qabağı mən xatırlayıram. Ayın 18'inde vaxtınız çox almayacaq. Fevralın 18'inde Qaradağlı dağıdılan gününün səhərsi səhər saat 6'da biz Ağdama çatdıq. 2 Kamaz yükünə, Kurabatkinə aparmamışdı. Orada bizlə sürücüler deyirdi, yok biz getməyəcəyik, qorxuruq, keçə bilməyəcəyik, vuracaqlar bizi, vururdular da. Ama oradaki o vəziyyəti görəndə Ayaqyalın fevral ayının soyuğunda Ağdamda Ayaqyalın ananın kürəyində yarımçılbaq vəziyyətdə şərələnmiş uşağı, gözləri normaldan 2 dəfə artıq böyümüş uşağı görəndə və çox şeyler görəndən sonra bizim sürücülər nə istedi, biz gedəcəyik. Ve biz gittik. Başka yoldan gittik. Bir müşahit elediler. Ve orada siz görerdiniz ki bir maşın kartoftu. Kartoftun biri düşende onun ardınca neçə nəfər qaçırdı. Biraz yer yamacıydı. Her adamı boğurdu. Ve ondan sonra da evvel de gitmiştik. Biz oraya o cemaat bize tanışırdı. Bilirsiniz adam Sengere girende onun burada dövüşçüler var. Dedi ki o danışabilir. Bəli, onun bugüne kadar da yuxusuna girir. O danışabilmeyecek. O Sengere girirsen atılan gülleyle bilirsen ki o biri bir tane gülle atılsa yine sana değecek. Ama bir müddetten sonra yavaş yavaş bu korku keçir ve birce amal kalır. Torpağı korumak. Ben bir daha hamınıza teşekkür edirəm. Ben hiç neden danışmayacağım. Sadece olarak orada uşaqların hamısı internete girir. 2 tane site diyeceğim. Qarabağ.com. Birinci harf C inandır. Qarabağ.com. O sayta siz girin ve bir de 1905.az. Orada Azerbaycan'ın deportasiya tarihleri var. Orada 19. ildə gelen 100 illiği olacak. 100 illiğe biz niye
İrəvan xanlığını ermənilərə verdik, özümüz könüllü. Hansı qüvvələr bizi məcbur elədi? Arxalarında kim durdu? 47-ci, 48-ci illər depressiyaları, Ermənistanın kütləvi şəkildə Aran rayonuna, Azərbaycan Aran rayonuna köçürülən insanların taleyi, 5-ci ildə, 18-ci ildə gedən genosid siyasəti biz niyə müdafiə edilmədik özümüzü? Və biz yalnız bizim ayrı səbəb yoxdur, unutqan olmağımız. Bugün bizim gəlib bir adam desə ki, biz dost oluruq, çoxumuz bağışlayacaq olan şeydir. Amma bağışlamaq olmaz. Nifrətin, qılıncın həmişə iti saxlayır. Yazınızda qalsın, bugün sizə yalmanan həmin düşmənlər imkan tapan kimi silah kapacaq, çomaq kapacaq sizin üstünüze gəlməyə. Mən bir daha hamınıza təşəkkür edirəm. Minnətdaram. Belə tədbir hazırlayırsınız və dövlətimiz çox böyük işlər görür. Çox böyük işlər görür. Xocalı soyqırımı elə-belə dünya tanımır. Xocalı soyqırımını tanıtmaq üçün Ulu Öndərdən başlayan xəritə əlində gəzib bütün dövlətləri izah edirdi. Qarabağ hardadır, nədir, Azərbaycan nədir və s. Hörmətli Prezidentimizin bugün apardığı böyük təbliğat, bütün görüşlər, istər Heydər Əliyev fondu, istər ictimai birliklər, istər bizim deputat korpusumuzun keçirdiyi görüşlərdə təkcə Xocalı soyqırımı yox, ümumiyyətlə Azərbaycana yönəlmiş soyqırım, onun arxasında duran qüvvələr və s. və s. Bunların hamısı izah olunur. Və biz bugün həmin işin bizim üstümüzə düşən məsələsi odur ki, biz onu diqqətlə öyrənək, unutmayaq və gələcək həyatımızda həmin məsələləri yerinə getirə bilək. Mən bir daha sizin hamınıza deyirəm ki, sağ olun görüş hazırladığınıza görə, Allah bizə səbir verməsin, biz o torpaqları tezliklə geri alaq və köçkünlərimiz ora qayıtsın. O onda biz şəhidlər qarşısında, tökülən qanlar qarşısında olan biraz o vicdan borcumuzu yerinə getirmiş hesab edəyək. Sağ olun. Sağ olun Rəşid müəllim. Yəni bugün bu məktəbdə çox tədbirlər hazırlanır, bu Ağdalda çox tədbirlər keçirilir. Yəni amma bugün biraz fərqli tədbiridir, yəqin hanı bunu hiss elədi və tədbir hazırlamaq da borcumuzdur. Yəni məktəb olaraq, təhsil müəssisəsi olaraq dövlətin siyasətini yerinə yetirməliyik, həm yaxşı oxumalıyıq, yaxşı vətəndaş olmalıyıq. Müəllim kimi borcumuzdur ki, vətənpərvər şagirdlər yetişdirək. Yəni bugünkü tədbirdən də azdan çoxdan hiss olundu, yetişdirdiyimiz şagirdlərin vətənə olan məhəbbətləri, vətəndaşlıq mövqeləri. Yenə deyirəm, bu bizim vətəndaşlıq borcumuzdur, amma vətəndaşlıq borcunu hər kəs bir cür yerinə yetirir. Arzu eləyək ki, şagirdlərimiz vətənə layiqli övladlar olsunlar və təbii ki, 20 yanvar faciəsi, Xocalı faciəsi, qarşıdan 31 mart soyqırım günü gəlir və belə faciəli günlərdə də Rəşmən, mən hər də bu uşaqlara deyirəm, yəni bu Azərbaycanlı balalarının belə tədbirlərdə iştirak eləməyi mənə elə bir ürəyimə bir belə ox kimi keçir, sancır keçir ki, nə idi Azərbaycanlı balalarının günahı ki, bax belə, necə deyim, yaz xassəli, yaz, necə deyim, nədir, sözdür, tapıram deməyə, yəni belə tədbirlərdə iştirak eləsinlər. İndi onların bu gənclər, uşaqlardırlar, onların deyən, gülən, xoş əhval-ruhiyyəli tədbirlərdə iştirak eləməli olduqları halda məcburən, yəni başımıza gələn bəlaları xatırlamasaq bu mümkün deyil. Cəlb olunmuş müharibənin vətəndaşları olaraq bax belə tədbirlər keçirməyə də borcluyuq. Ancaq mənim, yenə deyirəm, Azərbaycanlı övladlarına bu tədbirlərdə çox ürəyim acıyır və arzu eləyək ki, uşaqlarımızın içindən elə uşaqlar çıxsın ki, yəni savadları ilə, elmləri ilə bax bütün dünyaya meydan oxuya bilsinlər və Azərbaycanımızın başı belə bəlalardan, heç vaxt başına belə bəlalar gəlməsin və bizim övladlarımız ancaq xoş tədbirlərdə iştirak eləsinlər, xoş məramlı tədbirlərdə yığışaq, xoş məramlı tədbirlərdə görüşək və siz dediyiniz kimi gün o gün olsun belə tədbirləri, belə bayramları, bayram əhval-ruhiyyət tədbirləri biz Xocalımızda keçirdik. Mən bugün tədbirin hazırlanmasında əməyi olan hər kəsə sağ olun deyirəm. Tədbiri əsasən məktəbin tarix müəllimi Lətifə müəllimə hazırlayıb, Lətifə Abdullayeva hazırlayıb. Məktəbin musiqi müəllimi Vəfa müəllimənin əməyi böyükdür tədbirdə.
Tədbirimizi işıqlandıracaq kanallar buradaydılar. Space kanalı, İctimai Televiziya kanalı buradaydı. Onlara mən öz minnətdarlığımı bildirəm. Parisdə həmişəki bizim necə deyim, tədbirlərimizi yaddaşlara alan operatorumuzdur buradadır. Ona da çox sağ olun deyirəm. Və qonaqlarımız çıxdılar, yəni çox narahat hiss edirlər özlərini, həm də Space-in deməli, onlardan intervyu götürəcək Space-in operatorları, ona görə çıxdılar intervyu vermək üçün. İndi biz aşağıda yenidən görüşəcəyik onlarla. Yəni əməyi olan hər kəsə, uşaqlarımıza xüsusi sağ olun deyirəm. Onlar o necə deyim, qəmli günləri içlərində yaşadılar və yaşatdılar burada əyləşənlərə. Onların 11-ci sinif, 10-cu sinif şagirdləri olmalarına baxmayaraq, yəni vaxtları məhduddur, amma bu tədbirdə onlar heç yaxalarını kənara çəkmədilər, fəal iştirak elədilər, sağ olsunlar. Və bizim tədbirimiz həyətdə davam eləyəcək. Flashbomb hazırlanıb, yəni bugün münasibəti ilə. Ona görə də indi buradan gedirik və sakitcə həyətdə, yəni bu düzülənlərə mane olmamaq şərti ilə həmin flashbombu izləyirik. Sağ olun. Agil müəllimimiz bu kanalların məktəbə dəvət olunmasında, həmin o birinci qrup Qarabağ əllərinin dəvət olunmasında, ümumiyyətlə tədbirin hazırlanmasında zəhməti böyükdür. Yetiştirip bu ellere yolladı. Mutlaka kurban verip Allah'a ısmarladı. Sen beni yetiştirip bu ellere yolladı. Mutlaka kurban verip Allah'a ısmarladı. Korkma durma çalış dedik bilmez eyle bendene. Sülüm sene Allah olmaz sen başaysan düşmene. Korkma durma çalış dedik bilmez eyle bendene. Sülüm sene Allah olmaz sen başaysan düşmene. Bas ileri, hey, bas ileri, Azerbaycan askeri. Dönmez geri, hey, dönmez geri, Azerbaycan askeri. Bas ileri, hey, bas ileri, Azerbaycan askeri. Dönmez geri, hey, dönmez geri, Azerbaycan askeri. Yaptığımız mezardaşı yollarımız olsun. Biz bu yoldan döner olsak namus bize ar olsun. Yaptığımız mezardaşı yollarımız olsun. Biz bu yoldan döner olsak namus bize ar olsun. Ne gözlerdir ölmek bize sevgili vatan için. Yalan yürek yoldaşıyla daima içimizde. Ne güzeldir ölmek bize sevgili vatan için. Yalan yürek yoldaşıyla daima içimizde. Marş ileri, hey marş ileri, Azerbaycan askeri. Dönmez geri, hey dönmez geri, Azerbaycan askeri.
Bakın görün. Onların əldirlərinə baxın. Biz nə vaxtsa gücləydik. Biz nə vaxtsa güclü orduya sahib çıxacağıq. Biz nə vaxtsa çox güclü olacaq. Onda bunların hər biri intiqamda alacaq. Bizim igidlərimiz var. Onlar nə vaxtsa bunun intiqamını alacaq. And içirəm vətənimə, and içirəm anamın canına, and içirəm bu bayrağa ki, mən bu şəhidlərin hamısının intiqamını alacaq. Şərqin səsidir, Peyğəmbərin öydüyü nəcib bir səsidir. Bu səs Azərbaycanın